Göstərilən ABŞ prezidentinin hakimiyyət dövrlərinə aiddir. Bir hakimiyyət illərini yazaq əvvəlcə. Harry Truman 1945-52 və yaxud 53-cü ilin yanvarın 20-sinə qədər. Mən bunu əvvəlki saxlamızı izah eləmişəm bu prosesi. John Kennedy 1960-1963 və yaxud 61-in yanvarın 1-dən yanvarın 20-sindən 63-ə qədər. Richard Nixon 1968-1974. Karib böhranının baş verməsi 1962 və aiddir John Kennedy'yə. Vyetnam müharibəsinin dayandırılması 1973 və aiddir Richard Nixon'a. Böyük dəyənək. Bu Theodore Roosevelt'dir və burada Theodore Roosevelt yoxdur. Deməli cavab C-dir. Taft-Hartley qanunu bu 1947-dir. Harry Truman. Orta qədər əhvalat 72-də baş versə də 74-də partladı bu məsələ. Richard Nixon. Deməli burada C variantına aid xüsusiyyət